Hamilelik planlayarkən, yəni hamilə qalmadan öncə və evlilikdən öncə nələri yoxlatdırmalıyam, nələrə diqqət etməliyəm deyə müraciət edən qadınlarımız var. Mütləq hər bir qadın xəstəlikləri və doğum uzmanı müayinəsindən keçməlidir hamiləlikdən öncə. Nəyə görə? Çünki hamiləlik öncəsində hər hansı bir miyomunuz, polipiniz varsa, yumurtalıqda bir kistiniz varsa və s. problemlər varsa, bu ultrason vasitəsilə biz məlumat əldə edə biləcəyik. Ondan başqa, hamiləlikdən öncə hər bir qadın foltursu qəbul etməyə başlamalıdır. 1 ay, 3 ay və hamiləlik baş tutduqdan sonra yenə 3 ay qəbul etməlidir. Sonrasında sizin yanaşı xəstəlikləriniz varsa, o aşkar olunur vaxtında. Hətta diş çürükləriniz belə vaxtında müalicə olunmalıdır. Dəmir əksikliyiniz, B12 əksikliyiniz, vitamin D əksikliyiniz və digər vitaminlər əksikliyi varsa, bunlar da vaxtında aşkar olunub sizə öncədən verilir. Çünki hamiləlikdən sonra bunları yazma riskli bir durum olur. Yəni bəbəyə ya da sizə